Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam sıhhat verilişində yenidən xoş gördük. Bugün biz süd vəzninin ən sıx rast gəlinən xəstəlikləri haqqında söhbət aparacağıq və qonağımız uzman radioloq Səriyə Allahverdiyevadır. Efirdə Sağlam Sıhhatin Saatıdır və qonağımız uzman radioloq Səriyə Allahverdiyevadır. Xoş gəlibsiniz, doktor. Bugün biz səkimizlə süd vəzninin ən sıx rast gəlinən xəstəlikləri haqqında söhbət aparacağıq. Doktor, son illər süd vəzninin xərçəngi haqqında elə biz özümüzdə o qədər çox danışırıq ki, artıq belə bir cəmiyyətdə təsəvvür yaranıb ki, qadınlarda sanki süd vəzninin elə bir xəstəliyi var, o da süd vəzni xərçəngidir ki, əslində bu heç də belə deyil. Bəlkə də əlimizə gələn hər kütlə heç xərçəng deyil, amma niyəsə artıq süd vəzi varsa, bir xəstəlik deyilən kimi ilk süd vəzi ağla gəlir. Süd vəzinin xərçəngi bu xəstəliklər içərisində nə qədər yayılmışdı, doktor? Təxminən bir neçənci yerə qoymaq olar? Ən çox rast gəlinəndirmi, deyilmi? Ümumiyyətlə, qadınlarda ələ gələn hər bir kütlə, hər bir düyün, törəmə xərçəng deyil, süd vəzi üçün deyirəm. Süd vəzində bizim ən çox gördüyümüz ələ gələn düyünlər tam tərsi kistalar olur və ya fibrodenomalar olur. Hansı ki, bunlar süd vəzinin xoş xassəli düyünləri, törəmələridir. Ən çox gördüklərimiz bunlardır. Təbii ki, hər statistikaya görə hər 8 qadından birində süd vəzi xərçəngi aşkar edirik və bu xərçəngi dışlamaq üçün, xaric etmək üçün müayinəyə çağırırıq mütləq surətdə. Yəni, bir əlinizdə düyün gəlirsə, törəmək gəlirsə, bu xoş xassəli bir şeydirmi, yoxsa bəd xassəli bir şeydirmi, ayrımı üçün mütləq surətdə həkimə müraciət edin deyirik. Doktor, verilişimizdə bir həkim qonağımız var idi. O qeyd edirdi ki, mən Tibb Universitetində təhsil aldığım illərdə hər 12 qadından birində idi. İndi biz deyirik ki, hər 8 qadından birində belə bir ehtimal var və artıq statistika, gedişat onu göstərir ki, ola bilsin illər sonra deyirlər ki, hər 6 qadından birində süd vəzi xərçəngi yarana bilər. O 6-cı qadın necə edək ki, biz olmayaq, doktor? Ya 8-ci qadın necə edək biz olmayaq? Hər il mütləq surətdə rutin kontrollardan keçmək lazımdır. Xüsusilə də 40 yaş üstü xanımlar ildə bir dəfə mammoqrafiyadan keçməlidir. Ailədə risk faktoru varsa, xüsusilə birinci dərəcə qohumlarında süd vəzi xərçəngi hekayəsi varsa, bu pasiyentlər özlərinə qarşı daha məsuliyyətli yanaşmalıdırlar. Həkim kontrolları əgər deyilirsə, 1 ildirsə 1 il, 6 ayda bir kontrola gəlin deyilirsə, mütləq surətdə 6 ayda bir kontrola getməlidirlər. Digər pasiyentlər hər hansı bir şikayət var isə, məsələn, bu ağrı ola bilər, axıntı, gilədə içəri batmalar, qabığın süd vəzi dərisinin portağal qabığı şəklində büzüşüklükləri olsun. Yəni, bu tərz hər hansı bir əvvəllər olmayan və sonradan yaranan hər hansı bir şikayət varsa, mütləq surətdə həkimə başvurmaq lazımdır. Bəzən də qeyd edirlər ki, doktor, gedərik, həkim xərçəng deyər, ona görə getmirik. İstərdim bu fikrə də münasibətinizi öyrənək. Yəni, gedərəm, birdən deyər ki, həkim xərçəngdir. Bəlkə də deməyəcək. Yəni, bunu bilmək lazımdır. Yəni, ömür boyu bu qorxu içərisində yaşamaqdansa, məncə gedib bir an öncə bilmək. Bir şey varsa, nə var? Bu, yəni, xoş xassəli bir şeydirmi, bəd xassəli bir şeydirmi? Xoş xassəlidirsə, ona yönəlik müalicə alacaq və ya bəd xassəli bir şeydirsə, ona yönəlik vaxtında müalicə. Məsələ burada vaxtında aşkar etmək, vaxtında müalicəyə başlamaqdır. Yəni, ona görə... Bəziləri də belə deyir ki, getdik, öyrəndik ki, süd vəzi xərçəngidir. Bax, bilmədən rahat yaşayırdıq. Hər zaman bunu deyən izləyicilərimizə də onu yazıram ki, baxın, ola bilər süd vəzi xərçəngisən, heç bir şikayətin yoxdur və mammoqrafiya müayinəsinə qədər də xəbərin yox idi. Amma bu heç də o demək deyil ki, heç vaxt xəbərin olmazdı. Təbii ki, xərçəngin də artıq müəyyən mərhələsində elə əlamətlər verir ki, istər-istəməz biləcəksən və gecikmə. Doktor, nəyə görə ilkin müayinə həyat qurtarır deyirlər? Misal üçün, 1-ci mərhələdə yaxud 0-cı mərhələdə aşkar olmuş xərçəngə yanaşma ilə 3-cü, 4-cü mərhələ süd vəzi xərçəngi aşkar olunarsa, yanaşma, istər müalicə, nəticə baxımından hansı fərqlər olur? Həm sağ qalım ömrü uzun olur, erkən mərhələndə aşkar olunursa, həm müalicənin aqressivliyi daha az olur. Məsələn, 0-cı dərəcədə aşkar olunan bir xərçəngə yanaşma ilə 4-cü dərəcə, 3-cü dərəcə xərçəng eyni yanaşma olmur. Məsələn, ola bilər ki, heç kimyoterapiya almayacaq, şüa terapiya almayacaq və ya hormon terapiya almayacaq. Sadəcə o nahiyənin kiçik bir kəsiklə xaric edilməsi ilə ümumiyyətlə xərçəngdən, o xəstəlikdən azad olmuş olacaq. Amma yəni 3-cü, 4-cü dərəcələrdə sadəcə cərrahi əməliyyat kifayət etməmiş olur. Yəni, əlavə müalicələr ehtiyacı yaranır. Bu, uzun və yıpradıcı bir süreç olduğu üçün, yəni, nə qədər erkən, o qədər yaxşı. Həm müalicə baxımından, həm diaqnostika baxımından daha rahat olur. Yəni, məncə gec qalmamaq üçün rutin kontrollar şərtdir.
Bir də yazan izləyicilərimiz olur ki, Könül xanım, süd vəzimdə təsadüfən əlimə bir kütlə dəydi, nə ola bilər? Bu sualı istəyərdim sizə verim, doktor. Əgər bir qadının əlinə süd vəzində bir kütlə dəyirsə, nə ola bilər adətən? Ən çox rast gəldiyimiz, az öncə də dediyim kimi kistalardır. Daha sonra fibroadenoma düyünlərinə rast gəlirik. Təbii ki, bunların təbiəti də bizim üçün önəmlidir. Məsələn, hərəkətlidirmi, yoxsa sabitdirmi, ağrılıdırmı, deyilmi, ölçüsü nə qədərdir? Yəni, belə fiziki müayinələrdən sonra təbii ki, mütləq surətdə digər radioloji müayinələrdən keçməlidir. Yaşına uyğun olaraq bunu həkim ya ultrasəs müayinəsinə yönləndirə bilər və ya mammografiya müayinəsinə yönləndirilə bilər və diaqnozu, yəni bu kistadırmı, fibroadenomadırmı və ya başqa bir solid törəmədirmi, düyünlü törəmədir, hər hansı başqa, yəni süd vəzində çox sayda, yəni patologiyalar var, hansı biridir. Məsələn, mastit də bəzən lokal yerli qızartı şəklində biz biruzə verib və sırf lokal bir ağrı ilə baş vuran xəstələr də var. Yəni, hər ələ gələn şey əslində bəzən ələ gəlmir. Yəni, xəstə düyün olaraq tarif edir, amma biz baxırıq əslində müayinədə görürük ki, o sadəcə gördüyü sahədə deyil, daha geniş bir sahədir. Yəni, əslində əlinə gələn şey, belə deyim, icebergin görünən üzüdür. Yəni, bunları aşkar etmək üçün radioloji müayinələr vacibdir. Doktor, deyək ki, radioloji müayinə ilə bu kistanın növünü təyin etmək olurmu? Təbii ki, kistaların zaten diaqnostikasında ən ideal, ən rahat, əlçatan müayinə metodu ultrasəs müayinəsidir. Kistalarında 3 növ var. Sadə, mürəkkəb kistalar, buna digər adı ilə komplikə kistalar da deyirik və kompleks kistalar. Sadə və mürəkkəb kistalar qorxulu deyil. Mürəkkəb kistalar adətən qatı möhtəviyyətli olur, ancaq incə divarlı olurlar, iltihaplaşmış ola bilərlər və bəsit medikal müalicə ilə keçir, sağalır. Yəni, iltihab əlamətləri gerilir. Sadə kistalar yaranma səbəbləri çox fərqlidir. Yəni, bura hormonal statusun dəyişiklikləri, menstrual siklin vaxtları, stres faktoru, bir sürü faktorlar təsir edir və bunlar xərçəngönü bir proses də deyirlər. Biz sadəcə 3-cü qrupdan, yəni kompleks kistalar dediyimiz qrup var ki, onlardan biraz ehtiyat edirik. Yəni, onların divarı daha qalın olur, bəzən ara kəsmələri qalın olur və içərisində solid komponentlər əmələ gəlir. Yəni, düyünümsü, qatı komponentlər yaranır və belə olan halda biz pasientlərə biopsiya tövsiyə edirik. Yəni, diaqnozu dəqiqləşdirmək üçün. Bəzən olur, cavab papiloma gəlir, bəzən başqa bir papilyar neoplaziya gəlir və hətta bəzən olur ki, həqiqətən də kompleks kista diaqnozu ilə biopsiya icra edirik və cavabda xərçəng növü gələ bilir. Yəni, əgər sizin kista növünüzü bu 3-cü qrup kateqoriyada deyilsə, digər kistalar xərçəngönü bir proses deyirlər. Doktor, süd vəzində də papilomalar olur? Bəli, əlbəttə, axar-daxili papilomalar günümüzün aktual mövzularından biridir və ən böyük şikayətlər, ən çox görünən şikayətləri gilədən qanlı axıntılardır, xüsusilə də öz-özünə olan spontan axıntılardır və ya şəffaf axıntılardır. Məsələn, tez-tez təkrarlanır, alt paltarında axıntı olur və pasiyenti narahat edir. Adətən bu şikayətlərlə bizə yaxınlaşırlar və uyğun müayinələrdən keçdikdən sonra, ultrasəs müayinəsi, mammografiya müayinəsi etdikdən sonra diaqnozu biopsiya edərək qoya bilirik. Doktor, adətən vaginal axıntılar olanda qadınlar ginekoloqa müraciət edirlər. Kimsən ağlına gəlməz ki, bu süd vəzində mövcud olan papiloma ilə bağlıdır. Papiloma özü nədir, doktor? Çünki çox az danışılan mövzudur. Papiloma süd vəz axarlarının divarından yaranan xüsusi düyünlü törəmələrdir. Xaldırmı, doktor? Belə deyək, yəni dərimizdə gördüyümüz xalın süd vəz axarının divarından mənfəzinə doğru protruziya edərək yaranmış bir düyünlü törəmələrdir və bunlar hiperplaziya uğramış, axar divarlarında hiperplaziya uğramış hüceyrələrdən yaranır və deyilir ki, 2% ehtimalı var ki, xərçəngönü bir prosesdir. Ona görə əgər bir şikayət yaradırsa və sayı 1 ədəddirsə papiloma deyirik, çox sayda axarların divarında yaranıbsa papilomatozis dediyimiz artıq bir sindromik bir hal olur və belə olan halda təbii ki, biopsiya edib, diaqnozu qoyub əməliyyata yönləndiririk xəstələri. Saxlamaq lazım deyilmi heç birini? Yəni, dediyim kimi, xərçəngönü proses olduğu üçün nəzarətdə saxlanılır. Əgər bir ədəddirsə və heç bir zaman xəstənin həyatında bir şikayət yaratmayıbsa, bəzi cərrahlar bunu izləmə taktikası da seçirlər. Amma yəni, əgər şikayət yaradırsa, axıntı kimi, yəni bayaq dediyim kimi qanlı axıntı olsun və ya şəffaf seroz axıntılar olsun və bir ədəd deyil, bir neçə ədəddirsə, o zaman əməliyyat, yəni cərrahlar daha çox əməliyyat tövsiyə edirlər. Doktor, süd vəzinə aid bir sıra şikayətlər
əlamətlər var ki, daha doğrusu da yaranan əlamətlər var ki, bir neçə xəstəliklərin ortaq simptomudur. Misal üçün, süd vəzin giləsindən tutaq ki, hər hansı bir qan ifrazatının olmağı, yaxud ağrı. Baxın, elə bugünkü söhbətdə neçə dənə xəstəliyin adını çəkdiniz və hər birində bu əlamətləri sadaladınız. O zaman, əgər bizi izləyən bir izləyicilərdən kimisə süd vəzinə hər hansı bir şəkildə axıntı gəlirsə, bu axıntının nə olduğunu sadəcə radioloq təyin edə bilər, deyilmi? Yəni, özü deyil. Yox, pasiyent özü, xəstə özü diaqnoz qoya bilməz özünə. Mütləq surətdə müayinədən keçməlidir. Çünki bəzən bu elə gecikmələrə səbəb olur. Özləri açırlar, misal üçün Google-da əlamətləri oxuyurlar. Özlərini müalicə etməyə çalışırlar. Yox, əvvəlcə tam dəqiq diaqnozu bilmək lazımdır ki, müalicə olacaqsa da ona yönəlik olsun və diaqnozu bilmək də radioloji görüntüləmə metodlarından mümkündür. Yəni, biz bir şey görürük, bir düyün gördük, bir törəmə gördük, hər hansı bir bizim üçün şübhəli bir sahə gördük, biopsiya edirik və patohistoloq bizə cavabını verir. Bizdə də deyir ki, məsələn, bu papillər bir neoplaziyadır, eksiziyası, yəni total çıxarılması məsləhət görür və ya immunistokimiya əlavə boyalarla boyayır və daha ətraflı, daha dəqiq diaqnozlar deyir. Yəni, konkret diaqnozu əldə etməmiş nəsə etmək, müalicəyə başlamaq düzgün deyil məncə. Düzgün deyil. Doktor, süd vəzinin hansı müayinələr var ümumiyyətlə? Biz ən çox ultrasəs, bir də mammoqrafiya eşidirik sizdən. Əlbəttə, artıq müasir dövrdə müayinə metodlarımız çoxdur. Biri də MRT müayinəsidir. Adi mammoqrafiyadan ziyadə tomosintez var, kontrastlı mammoqrafiya müayinələrimiz var. Hətta ultrasəs müayinəsində belə inkişaf var. Yəni, artıq avtomatik ultrasəs müayinə metodları deyilən cihazlar da var. Məsələn, bilirsiniz, yəqin ki, Amerikada ultrasəs müayinəsinə həkimlər yox, sonografer deyilən texniklər icra edir və onların rahatlığı baxımından xüsusi qaşıqlarla ultrasəs proseduru icra edirlər. Yəni, artıq ultrasəsdə belə dəyişikliklər çoxdur. Yəni, adi datçiki aldım, baxdım tərzində deyil, çox inkişaf gedir. Yəni, bu sahədə həm kontrastlı mammoqrafiya olsun bizim üçün süd vəzi xərçəngi yaxalamaq faizimizi artırır, tomosintez 40%-ə qədər artırır. Yəni, əlimizdə olan bütün müasir, modern cihazlara, avadanlıqlara istifadə edə bilirik. Çünki bəzən soruşanlar olur ki, mənim heç bir şikayətim yoxdur, amma deyək ki, bütün halda istəyirəm, gedim bir süd vəzimi yoxladım. Ən yaxşı, ən dəqiq göstəricisi hansıdır ki, ona gedim. Yəni, demək olarmı ki, doktor, misal üçün, bu müayinə metodu ən üstündür, ən yaxşıdır, ən mükəmməldir? Mükəmməl, ən üstün, ən ideal deyə bir şey yoxdur. Hər zaman xəstə müraciət etdiyində öncəliklə yaşını nəzərə alırıq. Yəni, bu pasiyent 35 yaşın altındadırmı, deyilmi və hər xəstəyə yönəlik, pasiyentə yönəlik müalicə taktikası, müayinə taktikası hər zaman seçilir. Məsələn, 35 yaş altındadırsa, əlbəttə, hər zaman bir həkim əvvəlcə ultrasəs müayinəsinə yönləndirir. 35 yaş üstü, 40 yaş üstü pasiyentləri isə mammoqrafiya müayinəsinə öncəliklə yönləndirirlər. Yəni, individual yanaşmaq lazımdır xəstəyə və xəstəliyə yönəlik. Yəni, biri daha yaxşıdır demək? Xeyr, biri daha yaxşıdır, o biri daha pisdir, bu əksikdir, bu üstündür, olmur. Yəni, ən əlçatan, ən verimli ilk başda bundan başlayırıq və sonra daha üst level müayinə metodlarına keçirik. Məsələn, süd vəzi müayinəsini ultrasəs müayinəsi ilə icra etdikdən sonra bizi narahat edən hər hansı bir sahə varsa, problem çözücü məqsədlə MRT müayinəsinə pasiyenti yönləndirə bilərik. Və ya mammoqrafiyada görünən bir sahə var, ultrasəs müayinəsində görünmür, bu qarşılığı yoxdur. Bir müayinə metodunda görüb, birində görmürüksə, məsələn, əlavə MRT müayinəsinə yenə müraciət edə bilirik. Amma yəni MRT müayinəsində hər kəsə icra etmək məsələn mümkün deyil. Xüsusilə də qapalı alan fobiyası olan pasiyentlər olsun, kalp pili deyirik, yəni bəzi qulaq xarici yabancı materiallar olan, məsələn, qulaqda eşitmə cihazları, implantlar olanlar, yəni və ya digər səbəblərdən hər hansı məsələn travmatoloji əməliyyatlar keçirib və MRT uyumlu olmayan materialları varsa. Olmaz, onlar MRT-dən keçsinlər. Doktor deyək ki, biri misal üçün endoprotez var, dizində bir protez var. Pasportuna baxmaq lazımdır. Hər bir materialın MRT uyumludur, yoxsa deyildir deyə bir məlumatı. Xəstə özü bilməlidirmi onu? Zaten əməliyyat etdiyində hər bir travmatoloq nə yerləşdirdi, hansı materialdan istifadə etdi, bunun məlumatını pasiyentə verir və hər şeyin öz pasportu var. Kimliyi kimi, necə ki bizim şəxsiyyət vəsiqəmiz var. Yəni belə istifadə olunan hər bir materialın da yəni implant olsun, kalp pili olsun, yəni hər şeyin öz məlumatlı, ətraflı kitabçası olur. Yəni
bu aparatla, bu cihazla MRT-yə girə bilərsənmi, girə bilməzsənmi, istiyə qarşı belə dözümlüdür, soyuğa qarşı belə dözümlüdür, zərbəyə qarşı belə, hamısı haqqında ətraflı məlumatlar olur. Necə maraqlıdır doktor? Çünki son artıq ayların deyə bilərəm, illər deyə bilməyəcəm. Trend əməliyyatlardan biri də endoprotez əməliyyatlarıdır. Çiyin protezləri, daha çox diz protezləri görürük. Demək ki, diz protezi olan hər xəstə MRT-dən keçə bilməz, deyilmi? Modern protez əməliyyatlarında bildiyim qədərilə heç bir problem yaşamırıq. Rahat bir şəkildə də MRT-yə girə bilirlər, bir sıxıntı çıxmır. Amma köhnə 20-30 il bundan əvvəlkilərdə təbii ki, bir problem ola bilər. Biz hər zaman ola bilər doktor? MRT ilə uyğunlu deyilsə, bu həyati risklərə belə səbəb ola bilər. Çünki ferromanyetik sahədə çəkimlər icra olunduğu üçün, yəni bu yerindən oynamasına səbəb olmadan ziyadə, yəni çox böyük başqa fəsadlardır, zədə yaradır, qanaxmalara səbəb ola bilər. Yəni ona görə ətraflı bilmək lazımdır. O yüzden deyirəm, yəni hər kəsə MRT müayinəsi icra oluna bilmir. Deyil sadəcə süd vəzi MRT-si, digər müayinələrdə. Ona görə ətraflı hər zaman bir xəstəyə MRT alanda sorğuluyuruq. Soruşursunuz ki, protezin varmı, yoxmu? Mütləq surətdə və əgər varsa da travmatoloqundan məlumat almalıyıq ki, həqiqətən də varsa bu MRT uyumludurmu, deyilmi? Yəni ona görə qərar verilir. Bəs bilmirsə xəstə doktor? Bilmirsə, yenə də həkimindən soruşmağı tövsiyə edirik. Əks halda, yəni cihazı almaq həyati təhlükə daşıya bilər. O böyük bir riskdir. Yəni bilmədiyimiz bir şey. Mən bir dəfə oğlumu MRT-yə aparmışdım. Qorxmasın deyə mən də keçmişdim. Təbii ki, üzükləri falan vermişdim, sırğanı unutmuşdum. Mən yaxınlaşanda aparatdakı o maqnit mənim sırğamı açdı, şok elədi. Yəni təsəvvür edirsiniz, əlimlə çətinliklə açdım. Düşünün, və siz o cihazın içərisində olsaydınız, o sırğa başınıza dəyə bilərdi, bir qanaxma verə bilər. Yəni belə şeylər yaşanıb da olub praktikalarda. Yəni buna bağlı, malpraktiklərlə bağlı çox böyük yayımlar da var dünyada, Amerikanın özündə. Yəni çox ehtiyatlı olmaq lazımdır. Diqqətli olun. Məsəl üçün dişə də protezlər qoyanlar olur, implantlar qoyulanlar olur. Onlar da diqqətli olmalıdırlar, doktor? İmplantlar MRT uyumludur deyə bilirəm. Yəni diş implantları ilə biz çox xəstə çəkmişik. Yəni təbii ki, yenə sorğulamaq, dəqiq bilmək öz həkimi daha yaxşı bilər. Qoyduğu implantı, materialını MRT uyğundur, deyilmi? Bu barədə məlumat verməlidir qoyduğu pasiyentə. Çox maraqlıdır, doktor. Doktor, gəlin mastitlər haqqında da danışaq. Mastit nədir ümumiyyətlə? Mastit süd vəzi iltihabı deməkdir. Mastitlərin çox növü var. Laktasional mastitlər, qranulomatoz mastitlər, infeksiyoz bakterial mastitlər, vərəm mastiti. Yəni bunların ümumi şikayət olaraq desək, xəstələrdə lokal ağrı, qızartı, dəridə qalınlaşma, ödem və ya ümumi bədən temperaturunun artması şəklində şikayətlərlə və xüsusilə də ən çox da ağrı ilə baş vurur bu pasiyentlər. Təbii ki, əmzirmə dönəmindədirsə, bu laktasional mastitdir. Yəni südə bağlı yaranan mastitlər? Bəli, südün qalıb, axarlarda qalıb qatılaşması ilə yəni əmzirə bilməməyə bağlı olan yaranan laktasional mastitlərdir və müalicəsini təbii ki, hər bir süd vəzi cərrahı bilir. Yəni bu işlə məşğul olan uşaq neonatoloqları da ətraflı bilirlər. Hətta qadın məsləhətxanalarında belə bu barədə məncə təlim, tərbiyə verilir. Yəni necə əmzirməlidir, nə aralıqlarla olmalıdır. Südü axarlarda nə qədər gözlətmək olar, nə qədər vaxtdan bir boşaldılmalıdır. Çünki qalanda həqiqətən də infeksiyalaşma riski olur. Bəzən sonra fəsadlarını görürük, absesləşir. Bir növ qida qalır, deyilmi? Hə. Bir növ qida ilə bir süd vəzinin içində qida qalır, xarab olur, doktor. Belə sadə dillə izah etmirəm. Qalır, xarab olur deyək. İnfeksiyalaşma gedir sonra. Bir qidadır da. Bu qan deyil ki, bədəndə qalsın, bizə problem yaratmasın. Orada bir qida yaranır uşaq üçün və o qida boşalmır, orada qalırsa, başlayır tərkibini dəyişməyə, süd vəzində problemlər yaratmaya. Zeminində infeksiyaların inkişaf etməsi üçün, bakterial floranın keçməyi üçün şərait yaranır. Hətta əmzirmə dönəmində xüsusilə də gilə zədələnir və dışarıdan içəri doğru infeksiyaların keçməyi də rahat olur. Yəni o axarların daxilinə kənardan, xaricdən belə infeksiya keçə bilir və bu da artıq mastit yaradır. İlk başlarda qalınlaşma, ödem, ağrı, axarlarda qalınlaşma, axar divarlarının qalınlaşması, qatı möhtəviyyat ilərləyən aşamalarda üstünə düşmədikdə abseslərin yaranmasına, yəni irin yığıntılarının yaranmasına və ya qalaktosellərin yaranmasına səbəb olur. Doktor, təbii ki, siz izah etdiniz ki, bu süddən başqa nələr səbəb ola bilər? Daha sadə bir dillə də bunu izah edə bilərsinizmi? Südü başa düşdük. Başqa nə mastit yarada bilər? Məsələn, qranulomatoz mastitlər var, yəni immun sistemin problemləri ilə əlaqəli olduğu düşünülür.
tam 100% səbəbini bilmirik, amma yəni stres faktorları, immunitet dəyişiklikləri və ya hər hansı bir ağır infeksiyoz iltihabi infeksiyalardan sonra yarandığı da güman olunur. Qranulomatoz mastitlər belə bu var. Onun xaricində digər infeksiyoz mastitlər, vərəm mastiti. İnfeksiyanın yaratdığı mastitlər də olur? Bəli, məsələn, vərəm mastiti belə var. Yəni tuberkulyozdan sonra belə yarana bilər. Sadəcə ağciyərdə olmur vərəm, yəni süd vəznində də ola bilər. Yəni bu cür də yarana bilər. Yəni səbəblər çoxdur həqiqətən. Çox fərqli səbəblərdən yaranır. Yəni mastit elə adından göründüyü kimi iltihab deməkdir, süd vəzinin iltihabı. Yəni səbəblərini də araşdırmaq artıq biz biopsiya götürürük və ya bir yaxma götürürük, aspirat götürürük və onun əkilməsinə görə həm histoloji əkilməsi olur, həm mikrobioloji əkilməsi olur və ona görə bizə deyilir ki, bu məsələn tuberkuloz mastitidirmi, qranulomatoz mastitdirmi və ya hər hansı başqa bir infeksiya aşkar edildimi, edilmədimi? Son sualdan da söhbətimizi yekunlaşdırmaq istəyirəm, doktor. Bəzən radioloqlar şikayət edirlər ki, qadınlar mamoplastik əməliyyatı keçirirlər. Deyir ki, süd vəzinin kiçildilməsi əməliyyatı olur, süd vəzin plastik əməliyyatı olur. Üzdən hər şey çox normal görünür, amma biz bir radioloji müayinə zamanı görürük ki, bir növ belə sadə dillə desək, daxilini tamam yerlərini dəyişib dağıdıbdır cərrah. İstərdim buna da bir aydınlıq gətirəsiniz. Belə mümkündürmü? Yəni, kənardan baxanda süd vəzi çox səliqəli görünür, amma daxilində müəyyən yerində olmayan hallar olur. Yəni, məsələn, əməliyyat öncəsi biz ultrasəs müayinəsi icra etdik və hər hansı bir kvadranında süd vəzni və ya bir saat deyək, saat 12 radələrində bir fibroadenoması var idisə, əməliyyatdan sonra o saat 1 radələrinə və ya 11 radələrinə yer dəyişdirmiş ola bilər. Çünki əməliyyat sırasında böyük bir kütlə toxuma sahəsi çıxardılır və geriyə qalan toxuma sahələrində istər-istəməz dəyişikliklər olur. Amma yəni, bu bizim görüntüləmə icra etməyimiz üçün əngəl deyil. Yəni, böyük bir xaos yaratmır bizim üçün. Yenə də mammografiya müayinələrimizi rahat icra edirik, ultrasəs müayinələrimizi icra edirik və köhnəsi ilə təzə görüntülər arasında qarşılaşdırma icra edirik. Ona görə bizə görüntülər vacibdir. Yəni, məsələn, saat 12-də olan bir fibroadenoma düyününün hal-hazırda saat 1-də görürsə, buna təzə deməməliyik. Yəni, bu 12-də əməliyyata bağlı qismən yer dəyişmələr ola bilər. Yəni, bu böyük bir abartılacaq bir konu deyil. Doktor, bütün halda əgər müqayisəli şəkildə bir təhlil aparırsınızsa, o zaman pasiyentin 1 il əvvəl, 2 il əvvəl müayinə cavabları da mütləq olmalı, yəni saxlamaq lazımdır. Bəli, əlbəttə. Ən böyük problemlərdən biri də köhnə nəticələri əldə edə bilməməkdir. Yəni, gətirmirlər və ya atırlar və ya həkimdə deyir, həkimimdə qaldı və ya poliklinikada kartamın içinə qoyuldu. Məsələn, bunlar bizim üçün çox vacibdir əslində. Əslində, bir ortaq bir PAK sistemimiz olsa, yəni bütün ölkənin radioloqları hər yerdə istədiyi vaxt, istədiyi xəstəxanada açıb o pasiyentin köhnə nəticələrini görə bilsə, bu əlbəttə çox daha rahat olar. Biz xəstədən rica etmək məcburiyyətində qalmarıq ki, xahiş edirik, gətirin köhnələrinizlə qarşılaşdıraq. Amma təəssüf ki, hal-hazırda ən azından özəl xəstəxanalarda belə bir şansımız yoxdur. Yəni, başqa bir mərkəzdə, başqa bir xəstəxanada çəkilibsə bir mammoqrafiyası diskini istəyirik, ultrasəs müayinəsi çəkilibsə ultrasəs görüntülərini istəyirik, varsa əgər. Yəni, çox vacibdir bizim üçün. Yəni, niyə vacibdir də, doktor? Adətən deyirlər ki, bax, indi durum nədirsə, ona uyğunda bizə bir, nə bilim, ya müalicə yazın, ya istiqamət verin. Bəli, niyə lazımdır? Çünki, məsələn, bizim bir sonraki müayinənin taktikamızı dəyişdirir. Məsələn, 6 ay öncəki müayinədə 6 milimlik bir fibroadenoma düyünü mən 6 ay sonraki, yəni bugünkü müayinədə 12 milim görürəmsə, bunu artıq biopsiya demək məcburiyyətindəyəm. Yəni, baxmayaraq ki, düzgün konturludur, morfologiyası düzgündür, amma süd vəzində nəticə etibarilə böyüyən bir törəmə var və bunu necə anlaya bilərəm? Təbii ki, təzə ilə köhnəni müqayisə edərək. Yerinə baxacaq, onun morfologiyasına, kənarları hamardırmı, tırtıqlıdırmı, onları müqayisə edəcəyik. Yəni, bunu bilməzsəm, bir qarşılaşdırılacaq bir şey olmur. Yəni, mən bu xəstəyə biopsiyamı deyim, bir sonraki 6 ay sonra kontrola mı çağırım? Bunun üçün köhnələri bilmək çox vacibdir. Yəni, sadəcə o atmasınlar, heç kəs atmasın. Yox. Təəssüf ki, çox tez-tez rastlaşırıq.
ya köçdüm, bir yerdən başqa yerə köçdüm, yadımdan çıxdı, atdım, getdi. Nəsə belə şeylər bizim ölkədə çox olur. Amma nə vaxta kimi ki, hələ bir ortaq PAX sistemimiz formalaşmayıb, yəni hər bir radioloq, məsələn, Bakıda oturan radioloq olsun, Qəbələdə oturan, hamı bir-birinin o PAX görüntülərdən söhbət gedir, rapordan deyil. Görüntüləri görə bilmədiyimiz müddətcə, yəni həm həkimlərdən, həm pasientlərdən xahiş edərdim ki, görüntülərinizi itirməyin. Nə varsa qoruyun. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun, var olun. Əziz tamaşaçılar, bizim qonağımız uzman radioloq Səriyə Allahverdiyeva idi. Bugün həftənin son buraxılışı ilə sizin qarşınızdaydıq. Şənbə, bazar istirahət edirik. Birinci gün yenə sizin görüşünüzdə gələcəyik. Sağ olun, sağlıqla qalın.